Salam olsun. Yenidən hər gün bir sual izahı ilə qarşınızdayıq. Qeyd olunur ki, Konstitusiya əsasən Milli Məclisin həll etdiyi məsələlərdən hansının həllinə dair qanun qəbul edilmir. Biz bilirik ki, Milli Məclisin həll etdiyi məsələlərlə bağlı qərarı olurdur, ancaq 5 dənə məsələ vardır ki, bununla bağlı qanun qəbul edilir. Bunlar hansıları idi? Baxın, A variantında qeyd olunan inzibati ərazi bölgüsü. Biri budur, daha sonra İkincisi, bax budur, prezidentin təqdimatına əsasən dövlət büdcəsinin təsdiqi və onun icrasına nəzarət və D variantı. Qanundan fərqli qaydalar nəzərdə tutulan hökumətlərarası müqavilələrin təsdiqi və ləğv olunması məsələsi var. Burada yazıram elə D variantının. Daha sonra hansılar var? Diplomatik nümayəndəliklərin təsis edilməsi var və bir də ki, Milli Məclisin işinin təşkili var. Yəni bu 5 maddə ilə bağlı nə edirdi? Qanun qəbul edirdi. Ancaq B variantı qeyd olunur ki, prezidentin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsi. Bu isə artıq Milli Məclisdə bununla bağlı qanun yox, qərar qəbul edilir. Doğru cavab B variantı.